2021-ci ilin isti avqust günlərinin birində Puta qəsəbəsində yaşayan Emil Əhmədov Körgöz qəsəbəsindən qayıdarkən Lökbatan Qızıldaş avtomobil yolunun kənarı ilə gedəndə kəskin qoxu hiss edir. O əvvəlcə bu qoxunun hansısa çürüməkdə olan heyvan cəsədindən gəldiyini düşünsə də, qoxunun kəskinliyi həm də yolun kənarındakı yaşayış olmayan yarımtikilinin həyətindən gəlməsi Emili düşündürür. Barının üstündən qalxıb həyətə baxdıqda, həyətin ortasında qəribə bir cəsəd görür. Artıq çürüməkdə olan cəsədin insana məxsus olduğunu düşünür və cəsədə yaxınlaşır. O, yanılmamışdı. Ətrafa kəskin qoxu verən cəsəd insana məxsus idi. Emil bu barədə hüquq mühafizə orqanlarına məlumat verir. Hadisə ilə bağlı yayılan ilk məlumatda qətlə yetirilənin qadın olduğu bildirilsə də, araşdırma nəticəsində onun cinsi azlıq mənsubu olan Ağdam sakini 1994-cü il təvəllüdlü Əhəd Nuriyev olduğu müəyyən olunur. Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanır. Məhkəmə tibbi ekspertizasının rəyinə görə Əhəd Nuriyevin ölümünə ürəyin zədələnməsi ilə müşahidə olunan kəskin qan itirmə səbəb olub. Əhədə kürəyindən nə az, nə çox 9 bıçaq zərbəsi vurulmuşdu. Mərhumun anası Ağgül Nuriyeva bildirir ki, Əhəd Nuriyev onun kiçik oğludur. Sonradan özünə Nunu ləqəbi qoyaraq transseksual olan Əhəd Nuriyev 2017-ci ildə evlənibmiş. Günel Nuriyev adlı xanımla ailə quran Əhədgilin bu izdivacdan bir övladları da dünyaya gəlib. Toydan 9 ay keçdikdən sonra onlar boşanıblar. Əhədin anası onu da deyir ki, bundan sonra oğulları müxtəlif ünvanlarda kirayə qalıb və ailə üzvlərinə taksi sürücüsü işlədiyini bildirib. 2021-ci ildə atası öz adına Kia markalı avtomobil alaraq etibarnamə ilə Əhədə verib. Həmin ilin iyul ayında isə Əhədin keçmiş arvadı Əhədin anasına zəng edərək oğullarının transseksual olduğunu xəbəri verib. Qadın deyib ki, Əhədin YouTube-da gəlin paltarında video görüntüsü yayılıb. Bəli, bir neçə il öncə saytlarda transseksualların toy mərasimi keçirildiyi başlığı ilə yayılan xəbərlərdəki gəlinlik geyinmiş şəxs bugünkü verilişimizdə qətlindən danışdığımız Əhəd Nuriyev idi. Əhədin anası onu da bildirir ki, o oğlunun gəlinlikdə olduğu videosuna baxsa da, Əhədlə münasibətləri normal qalıb. Dəfələrlə Əhədə evlərinə gəlməsini xahiş edib, lakin o səhv etdiyini və özünü bağışlaya bilmədiyini deyib. Əhədin atası isə oğlu ilə əlaqəsini kəsib və avqustun ortasında onunla son dəfə mobil telefonla danışıb. Ayın sonlarına doğru oğlunun öldürüldüyü barədə məlumat alıblar. Şahid Dilqəm Camalzadə isə bildirir ki, Nunu ləqəbli Əhəd Nuriyevi iyulun ortasından tanıyıb. Ayın ortasında Əhəd özünə ad gün edəcəyini bildirərək onu Bakıdakı məşhur restoranlardan birinə dəvət edib. Nunu Xırdalan şəhəri Heydər Əliyev prospektindəki mənzili kirayə götürdükdən sonra onlar birlikdə yaşamağa başlayıblar. Ayın ortasında Əhəd Mirşahid adlı şəxsdən rayona getdiyini deyib. Ertəsi səhər telefon zəngi zamanı yolda olduğunu bildirib, bir neçə saat sonra isə telefonu sönülü olub. Bundan sonra Əhədə zəng çatmayıb və avqustun axırlarına qədər ondan xəbərsiz qalıb. Yalnız avqustun sonunda Əhədin Qaradağda öldürüldüyünü öyrənib. Bəs Dilqəm Hacızadənin dediyi Mirşahid adlı şəxs kim idi? Əhəd onunla Nabrana yola düşdükdən sonra niyə yoxa çıxmışdı? Təbii ki, hüquq mühafizə orqanlarını da məhz bu suallar düşündürürdü. Bu suallara cavab tapmaq üçün diqqəti Ağcabədi rayon sakini Mirşahid Mehdiyevə yönəldirlər. Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olan məktubda göstərilir ki,
Mirşahid Mehdiyev ailə üzvləri ilə birlikdə uzun müddət Rusiya Federasiyasının Sverdlovski vilayətində yaşadıqdan sonra Azərbaycana qayıdıblar. Məlum olur ki, Mirşahid Mehdiyev kriminala meyilli olub və Rusiyada cinayətkar mühitlə əlaqələr olan şəxs kimi tanınıb. 23 iyul 2019-cu il tarixində Sverdlovski vilayəti üzrə polis şöbəsi tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci quldurluq maddəsi ilə axtarışda olan şəxs qismində barəsində dövlətlərarası axtarış elan olunub. Mirşahid Mehdiyevin. Beləliklə aparılmış istintaq və əməliyyat axtarış tədbirləri nəticəsində avqustun 24-də 1985-ci il təvəllüdlü Mirşahid Mehdiyev şübhəli şəxs qismində tutulur. İstintaq Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən davam etdirilir. İş üzrə dindirilmiş Mirşahid Mehdiyev bildirir ki, 2021-ci il iyul ayında gecə saat 2 radələrində 20 yanvar dairəsi ətrafında dayanmış Kia markalı avtomobildə 2 nəfər qızın oturduğunu görüb və onların həqiqətən də qadın olduğunu zənn edərək onlara yaxınlaşıb tanış olmaq istədiyini bildirib. Onunla danışan sarı saçlı şəxs 100 manat müqabilində görüşdüklərini deyib. Mehdiyev avtomobilini bir qədər irəli sürüb saxladıqdan sonra düşərək həmin maşına yaxınlaşıb və sükan arxasında oturan qara saçlı şəxsə onunla görüşmək istədiyini bildirib. Özünü Nunu adından təqdim edən bu şəxs ona avtomobilini daha rahat bir yerdə saxlamasını deyib. Sarı saçlı rəfiqəsi isə bu zaman maşından düşərək başqa bir maşına tərəf gedib. Qara saçlı şəxs Mehdiyevin avtomobilinə əyləşdikdən sonra onlar Gənclik metrosu istiqamətində hərəkət ediblər. Yolda gedərkən Mehdiyev özünü Mirşahid kimi təqdim etsə də, Nunu onun adını telefonda Miron kimi qeyd edəcəyini bildirib. Daha sonra musiqinin səsini artıraraq mahnıya uyğun jestlər edib və mobil telefonu ilə foto və video çəkməyə başlayıb. Çəkiliş zamanı Mehdiyev də kadra daxil edib. Mehdiyev ondan çəkiliş aparmamasını xahiş edərək evli olduğunu bildirib. McDonald's restoranına çatanda avtomobildən düşüb, ondan nə yemək istədiyini soruşub. Mirşahid iddia edir ki, həmin ana qədər onun cinsi azlıq olduğunu bilməyib. Məhz həmin vaxt qızın kişi səsi ilə cavab verməsi Mehdiyevə onun əslində cinsi azlıq nümayəndəsi olduğunu aydın edib və ondan dərhal maşından düşməsini tələb edib. Amma məsələ budur ki, nə qəribədir ki, əvvəl o qiymət danışanda 20 yanvarda həmin qara saçlı qızla qiymət söhbət edəndə görəsən onun kişi səsini eşitməmişdimi? Bu suallar qalır. Lakin qarşı tərəf etiraz edərək polisə şikayət edəcəyini, çəkdiyi videonu yayımlayacağını, ona 100 manat verməli olduğunu və tanış olduqları yerdə düşürməli olduğunu bildirib. Problemlə üzləşməmək üçün Mehdiyev geri qayıdaraq həmin şəxsi yenidən 20 yanvar dairəsi ətrafında düşürüb və ona 100 manat pul verib. Sonradan Nərimanov rayonunda Kral Hüseyn küçəsi 52 ünvanında yerləşən otelə qayıdıb. Orada oturaraq videonun yayılması barədə düşünməyə başlayıb. Rusiyada kriminal aləmdə müəyyən hörmət sahibi olması və bir cinsi azlıq nümayəndəsi ilə çəkilmiş görüntülərinin yayılmasının onun nüfuzuna xələl gətirəcəyindən narahat olmağa başlayıb. Bu təbii ki, Mirşahidin iddialarıdır. İnternetdə Nunu ləqəbli şəxsin gəlinlik paltarında yayılan videosunu gördükdən sonra bu şübhələri, bu narahatlığı biraz da artmağa başlayıb. Avqustun əvvəlində arvadını və övladını Türkiyəyə yola salaraq Bakıda tək qalıb. Gecə saatlarında 20 yanvar dairəsində gedərək Əhəd Nuriyevi tapmağa çalışıb. Onu tapıb və avqustun ortalarına dək onunla mütəmadi əlaqə saxlayıb. O iddia edir ki, video görüntülərinin silinməsini xahiş etsə də Əhəd buna razı olmayıb. Əhəd ona plastik sinə böyütmə əməliyyatı etdirmək istədiyini deyib və əməliyyatın ödənişini Mirşahid Mehdiyev öz üzərinə götürüb. Avqustun ortalarında Əhədlə görüşərək Gəncə şəhərinə, daha sonra isə Göygöl rayonuna gediblər. Bir gün orada qalıblar, istirahət ediblər və Bakıya çatdıqdan sonra
Mehdiyev Əhədə əlavə 400 manat pul verib. Avqustun ortalarında günün axşam saatlarında danışarkən Əhəd ona video görüntünü siləcəyinə söz verib. Bu səbəbdən onu Xırdalan şəhərindən götürərək Xaçmaz rayonuna aparıb. Yolda Əhəd yenə video üçün pul tələb edib. Bu müşahidin iddiasıdır. Həkimlə danışacağını və 1-2 günə əməliyyata gedəcəyini bildirib. Müşahid deyir ki, o vaxt cibində olan 2000 manatı ona vermək niyyətində olub. Lakin Əhəd cinsiyyət orqanında dəyişmək istədiyini və bunun üçün əlavə 10.000 manat da lazım olduğunu deyib. Bu xəbər onu əsəbləşdirib və video görüntünü sildirə bilməyəcəyini başa düşüb, Lökbatan Qızıldaş yolunda hərəkət edərkən Puta qəsəbəsi ərazisində yol kənarında yarımtikili görüb, avtomobilini saxlayaraq düşünməyə başlayıb. Əhəd də maşından düşərək onun yanına gəlib. Mehdiyev hazırladığı plana uyğun olaraq avqustun 18-də Xaçmazdan qayıdarkən yol kənarındakı avtomobil təmir sexindən bıçağa bənzər kəsici, deşici aləti də özündən götürüb. Yəni, həmin maşın sexindən götürdüyü aləti də bu dəfə maşından enəndə götürüb. Yenidən video görüntünün silinib-silinmədiyini soruşub və Nuriyevin ciblərindən telefonu götürməyə cəhd edib. Nuriyev aktiv müqavimət göstərdiyindən Mehdiyev onun üzünə şillə vurub. Davamında isə onun boynunu əyərək saxlayıb və əlindəki həmin kəsici, deşici alətlə kürək istiqamətindən ona 9 dəfə zərb endirib. Daha sonra Əhəd yerə yıxılıb. O Əhədin öləcəyindən əmin olduqdan sonra onun qol çantasını, telefonunu da özü ilə götürüb. Telefonda onların birgə videolarını məhv etmək niyyəti ilə aparıb Bayraq meydanı ərazisindən dənizə atdığını deyib. Çantanı isə yandırıb. Məhkəmə iclasında müşahid Mehdiyev iddia üzrə özünü təqsirli bilib. Zərər çəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayətinin olmadığını bildirib. 2022-ci il aprelin 8-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müşahid Mehdiyev ciddi rejimli cəza çəkmə müəssisəsində cəza çəkməklə 9 il müddətinə azadlıqdan məhrum edilib. TV11 YouTube kanalı sərfəli reklam şərtləri təqdim edir. Ay ərzində milyonlarla baxış, milyonlarla insan diqqəti istəyirsinizsə, öz məhsullarınızı bizim kanalımızda sərfəli şərtlərlə effektiv şəkildə reklam edə bilərsiniz. Bunun üçün 070 291 78 98 nömrəsindən əlaqə saxlaya, eyni zamanda WhatsApp vasitəsilə yaza bilərsiniz.